Fəsil 5. Robert Langdon nəfəsi kəsilmiş halda sinəsi ilə havanı yardı. Vltava çayının buz kimi suları bədənini yarı iflic hala salmışdı. Suyun üzündə qalmaq üçün çabaladıqca islanmış paltarlarının ağırlığı onu aşağı dartırdı. Ketrin. Langdon yuxarı baxdı. Az əvvəl tullandığı ikinci mərtəbənin pəncərəsinə. Qorxduğu partlayış baş verməmişdi. Four Seasons oteli sağ-salamat yerində dururdu. Sayrışan həyəcan işıqlarının sədaları altında qonaqlar artıq yan çıxışdan geniş terrasa axışırdılar. Terras çayın üzərinə uzanan lövbər körpülərinə baxırdı. Suda qalmaq üçün çırpınarkən Langdon birdən axının onu aparmağa başladığını hiss etdi. Otelin körpüsü sudan çıxmaq üçün yeganə şansı idi. Əks halda aşağıya, axının apardığı yerə sürüklənəcəkdi. Təlaşını boğmağa çalışaraq körpüyə doğru üzmək istədi, amma qollarını güclə qaldırırdı. İslanmış köynəyi sanki ona bağlanmış lövbər idi. Soyuq su qan dövranını sıxmağa başlamışdı. Topuq və biləklərindəki kəskin ağrılar hipotermiyanın ilk əlamətləri idi. Üz Robert. Axına qarşı sinə üstü yöndəmsiz üzərək körpüyə yaxınlaşmağa çalışdı. Körpüdən o tərəfə baxanda ürəyi sıxıldı. Suyun axarı onu aşağıdakı şəlaləyə aparırdı. Sahilə çatmamış, huşunu itirəcəyini bilirdi. Dart, lənət olsun. Qolları ilə buz kimi suyu yararkən Langdonun beynində qadının görüntüsü yanıb sönürdü. Tutaq ki, halə təsadüfi idi. Bəs nizə, bəs ölüm qoxusu mümkün deyil. Bunun heç bir izahı yoxdur. Bir anlıq düşündü ki, bəlkə hələ də yuxudadır. Ketrinin ötən gecə gördüyü canlı bir kabusun içində. Amma suyun adama ağız atan soyuğu və ürəyinin çırpıntısı ona hər şeyin gerçək olduğunu deyirdi. Kəskin hipotermiya yaşayan hər kəsin bildiyi kimi, bu hal mərhələli baş verirdi. Şok, təlaş, refleks və nəhayət vəziyyətlə barışma. Təlaş və qorxunu lehinə istifadə et. Daha güclü üz. Langdon axına bucaq altında sahilə tərəf üzür və artan ağrını yöndəmsiz hərəkətlərlə dəf etməyə çalışırdı. Ağrı hər hərəkətində daha çox artırdı. Otel siqnalizasiyasının səsi getdikcə yaxınlaşırdı. Gözləri buz kimi sudan yanırdı. Görməsi zəifləyirdi. Körpü artıq lap yaxındaydı. Həyəcan işıqlarının parıltısı altında qara bir kölgə kimi görünürdü. Son gücünü toplayaraq irəli atıldı. Əli bərk bir şeyə toxundu. Donmuş barmaqları ilə ağacın kobudluğunu güclə hiss etdi. Taxta boyunca sürünərək metal nərdivana çıxdı və qalan bütün gücü ilə özünü yuxarı atdı. Cansız bir yük kimi yerə sərildi. Langdon hərəkətsiz uzandı. Titrəyirdi. Gücsüz idi. Təhlükə isə hələ də davam edirdi. Burada dona bilərəm. İsinməliyəm. Dizləri üstə qalxıb otelə baxdı. Terras artıq qonaqlarla dolu idi. Çoxu xalatda qarın içində dayanmışdı. Sonra dönüb Karl körpüsünə baxdı. Qaz lampaları qarın altında isti işıq saçırdı. Mən gördüyümü gördüm. Ayaq səsləri sürətlə yaxınlaşdı. Cənab Langdon, otel meneceri qışqırdı. Gözlərində dəhşət vardı. Yaxşısınız, nə baş verdi? Langdon başını tərpətdi. Mən elə bildim ki, yanğın? Soyuqdan qıc olmuş Langdon başını yerlədi. Yox, bəs onda niyə siqnalı işə saldınız? Elə bildim, təhlükə var. Nə təhlükə? Langdon oturmağa çalışdı. Başı döyünürdü. Hipotermiya artıq onu ələ keçirirdi. Otelin mühafizəçisi qaçaraq gəldi və Langdonu qoltuqlarından tutub qaldırdı. Kömək edirdi, yoxsa yaxalayırdı, ayırt etmək çətin idi. Niyə siqnal çəkdiniz, cənab? Langdon dişləri bir-birinə dəyərək dedi. Bağışlayın, çaşmışdım. Polisə görə, dedim axı ciddi bir şey deyil. Mən bilməliyəm, içəri qayıtmaq təhlükəsizdirmi? Langdon qonaqların hələ də təcil çıxış qapısından axın gəldiyini görürdü. Otelin əsas girişindəki xaosu isə yalnız təsəvvür edə bilirdi. Vəziyyəti onlara izah edə bilmərəm. Mənim dəli olduğumu düşünərlər. Professor Langdon, dedi menecer. Həyəcanlı tonu indi qəzəblə qarışmışdı. Mən cavab istəyirəm. 400 qonaq qarın içində gözləyir. Bina təhlükəsizdirmi? Hə ya yox? Qonaqlarımız içəri qayıda bilərmi? Langdon yenə o qadını gördü. Qara halə, gümüş nizə, çürümüş ölüm qoxusu. Başqa izah olmalıdır. Bu həqiqət deyil. Özünə gəl, Robert. Bəli, təhlükəsizdir, dedi nəhayət. Çox üzr istəyirəm. Mən çaşmış. Vupneti alarm, siqnalı söndürün. Menecer qəzəblə mühafizəçiyə bağırdı. O Langdonu birdən buraxdı. Langdon titrəyən ayaqları üzərində dayanmağa çalışarkən, mühafizəçi radiodan qışqıraraq əmr verir, menecer isə kiməsə təcili zəng edirdi. Bir neçə saniyəyə siqnallar sustu.
Artıq uzaqdan təcili yardım maşınlarının səsi gəlirdi. Menecer gözlərini yumdu, dərin bir nəfəs aldı, sonra yenidən gözlərini açdı və heç nə olmamış kimi qara kostyumundakı qar dənələrini sakitcə çırpdı. Cənab Langdon, menecer dişlərini sıxaraq pıçıldadı. Səlahiyyətli şəxslər gələcək. Onları qarşılamalıyam. Otağınıza qayıdın. Heç yerə getməyin. Onlar sizinlə danışacaqlar. Menecer sərt addımlarla uzaqlaşarkən, nəzarətçi Langdonu kiçik xidmət çıxışından arxa pilləkənlərə apardı. İkisi birlikdə otağa girdilər. Qapı açıq idi və işıqlar yanırdı. Hər şey eynilə Langdonun qoyub getdiyi kimi idi. Zustan Tetadiye, mühafizəçi otağa işarə edərək əmr verdi. Langdon sex dilini bilmirdi. Amma mühafizəçinin bədən dili tam aydın idi. Girmək və çıxmamaq. Langdon başını tərpətdi və tək başına otağa keçdi. Arxasınca qapını bağladı. Biraz əvvəl tullandığı böyük pəncərə hələ də açıq idi. Pəncərənin yanındakı gül dəstəsi isə buz kimi soyuq havanın təsirindən solmağa başlamışdı. Qırmızı, ağ və mavi lalələri ABŞ səfiri Ketrinə mühazirəsi şərəfinə hədiyyə göndərmişdi. Həm Amerikanın, həm də Çexiyanın bayraqlarının rənglərini əks etdirirdi. Pəncərəni bağladı və Praqada birini pəncərədən aşağı atmağın Hussit müharibələrinə və 30 illik müharibəyə səbəb olduğunu xatırladı. Xoşbəxtlikdən otel otağının pəncərəsi o qədər də hündür değildi. Ketrinlə danışmalıyam. Nə gördüyümü ona deməliyəm. Karl körpüsündəki qarşılaşma Langdon üçün sarsıdıcı olmuşdu. Ketrin paranormal hadisələrə qarşı açıq fikirli olsa da, Langdon qorxurdu ki, hətta onun da bu baş verənlərə məntiqli bir izahı olsun. Oteldən sağ-salamat çıxdığına dair bir ismarıcı göndərmək ümidi ilə Langdon suda islanmış ilman şalvarının ciblərini eşib telefonunu çıxarmağa çalışdı. Amma telefon orada değildi. Yəqin Vltava çayının dibinə düşmüşdü. Soyuq bir titrətmə yenidən bədənini sardı. Otel telefonundan Ketrinə zəng vurmaq üçün yataq otağına tələsdi. Telefona əl uzadanda komodun üstündə əllə yazılmış bir qeyd gördü. Bayaqki qarışıqlıqda bunu görməmişdi. Gesnerin laboratoriyasına getməyə qərar verdim. Bugün məşq edən təkcə sən olmayacaqsan. 10:00-da geri qayıtmış olaram. Mənə Simuzi saxla. K. Langdon dərindən nəfəs aldı. Ketrin salamat idi. Bu qədər. Başqa bir şeyə ehtiyac yox idi. Rahatlaşmış halda birbaşa duşun altına getdi. Suyu açdı və əynindəki paltarlarla birlikdə altına girdi.